Əslən Xızı rayonunun Giləzi qəsəbəsindən olan 1-ci Qarabağ müharibəsi şəhidi Şahhüseynov Lətif Qəribalıoğlu 33 ildən sonra tapılaraq Sumqayıt şəhərində torpağa tapşırılıb. Şahhüseynov Nazım Qəribalıoğlu şəhid Şahhüseynov Lətifin qardaşıyam. Lətif 33 il idi, içkin düşmüşdü. Əsgərliyin Rusiya Federasiyasında eləmişdi Volqograd şəhərində. Gələndən sonra çağırışla Qarabağın azadlığı uğrunda gedən müharibəyə görə çağırışla getmişdi Qarabağa. Orada itkin düşmüşdü, 33 il idi. Çox həssas çəkdik, 33 il axtardıq, heç bir xəbər yox idi. Nəhayət ki, bugün son qoyduq 33 ilə. Sağ olsun aidiyyatı qurumlar, sağ olsun prezidentimiz bu işə son qoydu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, o birisi itkinlər tapılsın, valideynləri sevinsin, anaları, qardaşları, bacıları sevinsin, Allah qoysun. 33 il uzun bir həsrətin sonunda vətən evladını bağrına bastı. Şəhidin nəşinin qalıqları əvvəlcə yaşadığı evə gətirilib. Ailə üzvləri, yaxınları və şəhər ictimaiyyəti onunla vidalaşıb. Daha sonra Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf Sərdarov tərəfindən cənazə namazı qılınıb. Dəfn mərasimi Sumqayıt Şəhidlər Xiyabanında keçirilib. Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhərin ictimai xadimləri, qazilər və sakinlər iştirak ediblər. Şəhidin ailəsi, qardaşı, bacısı və dayısı göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya və bütün təşkilatçılara minnətdarlıq edib. Şəhidlərimizin ruhları qarşısında baş əyir, dərin ehtiram və hüzünlə yad edirik. Allah şəhidlərimizə rəhmət etsin. Mən Şahhüseynova Mələk, şəhid Şahhüseynov Lətifin bacısıyam. Qardaşım 1992-ci ildə 1-ci Qarabağ döyüşlərində, torpaqlarımız uğrunda döyüşlərdə iştirak elədi. İtkin düşdü. 33 il qardaşımla bir xəbər olmadı. Atam, qardaşım, qohum əqrabamız döyüş bölgələrinə, cəbhə bölgələrinə dəfələrlə getdilər, onu axtardılar. Əfsuslar olsun ki, bir xəbər ala bilmədilər. İtkin düşdü qardaşım. Bu il 33 ildir qardaşımla xəbər gəlib. Lakin biraz heyfslənirik ki, anamla atam bu günü görmədilər. Atam illər boyu qardaşımın həsrətindən gözləri tutuldu. Ürəkləri niskillik bu dünyadan köçdülər. Neçə itkinimiz var, neçə dənə itkin ailələrimiz var. İnşallah ki, arzu edirəm ki, bu xəbərdən o itkin ailələrinə də verilsin. Necə verilir? Bu prezidentimizin, Mehriban xanımın, İlham Əliyevin, aidiyyatı orqanların sərəncamı ilə, təşəbbüsü ilə tapılan nəşləri analiz eləyirlər. Bizdən DNK götürülmüşdü 2016-cı ildə ailə üzvlərinə. Analiz olundu. Qardaşımın nəşin Şahhüseynov Lətif olduğu təsdiq olundu və bizə aidiyyatı orqanları məlumat verdilər. Bugünkü günə şükür edirik. Həm fəxr edirik qardaşımla. O vətən oğludur, el oğludur, torpaqlarımız uğrunda şəhid olub. Onlar ölmürlər. Onlar əbədi bütün onu tanıyanların ürəyində yaşayırlar. Elin, obanın oğlu sayılır şəhidlərimiz. Biz əslən Xızı rayonundanıq. Xızıdan da bizim oğullarımız var, şəhid oğullarımız. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri, məkanları cənnət olsun. Bugünkü gündə bizim yanımızda olan şəhərimizin icra başçısı Zakir müəllimə, aidiyyatı orqanlara, siz bax jurnalistlər gəlib çəkirsiniz, işıqlandırırsınız. Çox sağ olun, minnətdarıq sizdən.